dövlət səviyyəsində, dövlət televiziyaları səviyyəsində fərqli dillərdən istifadə etmək, Azərbaycan dilini təhrif etmək məsələsində cərimə tətbiq olunmalıdır, yoxsa dediyimiz kimi maarifləndirmə olmalıdır? Hər şey maarifləndirmədən başlayır. Mən ümumiyyətlə bütün sahələrdə, istər dilimizin, istər deyək ki, qaydaların, deyək ki, cəmiyyətdə özümüzü necə aparmaq, ətraf mühitimizi necə qorumaq, yəni bütün bu məsələlər hamısı gəlir birinci növbədə maariflənməyə. Yəni mən düşünürəm ki, iki üsul var da. Bir maarifləndirmə üsuludur. Bu faiz nisbəti ilə deyə bilmərəm, yəni hansının faizi daha çoxdur. Yəqin ki, cərimənin faizi daha çoxdur. Demək istəmir, ancaq deyirək ki, kim görəcək ki, yəni ki, onu belə etməz. Yəni çünki fikirləşir ki, görərlərsə cəriməsi olar. Yəni ki, bu şəkildə düşünürəm ki, yanaşma olar. İndi yəni qısaca deyirsiniz ki, cərimə tətbiq etmək uyğundur bu vəziyyətdə. Yəni, ən azından dilimizin təhrif olunması məsələsində. Dilimizə biraz açıq deyim ki, indi belə deyək də, o dil məsələsi bu azad bir seçimdir. Biz orada bir cərimə tətbiq edə bilmərik də, çətindir biraz cərimə. Çünki bu dünyanın azad olmamalıdır. Dövlət səviyyəsində təbii ki, dövlət səviyyəsində bu bir mənalı olaraq, yəni bir dövlətin qoyduğu qaydalar var. Deyək ki, o qeyd etdiyim kimi o yazışmalar var. O şəkildə də idarə olunmalıdır.